Atası da Qarabağ əlidir, özü də şəhid olub. Salam əziz dostlar, əziz izləyicilər. Abşeron rayonunun Mehdəbad qəsəbəsində 3 nömrəli tam orta məktəbin qarşısında vətəndaşlar 3 gündür bizə müraciət edirlər ki, gəlin çəkin, burada bizim deyəcək sözümüz var. Aybəniz xanımın dəvəti ilə biz gəlmişik 3 nömrəli tam orta məktəbə görə bu məktəbdə nə baş verir? Vətəndaşlar bizi bura niyə çağırırlar? Özlərindən eşidəcək dostlar. Mən Rəhimov Aybəniz bu məktəbdə işləyirəm, texniki işçiyəm. Yaxın saxlayın bunu. Mart ayından bu məktəbə sud olmuşdu. Sud olub dayandırıblar da. Uşaqlar nasosniyə göndərilib, bir də 5 nömrəliyə. 3 dəfə də avar olub avtobusa. Deməli, mart ayından bu məktəb fəaliyyətini dayandırıb. Gələn gedən də yoxdur. Bir dənə gəlib Xızır regionuna Aydın müəllim, baxıb çıxıb gedib. Hələ mən də biraz belə qışqırmışam üstünə ki, baxdınız getin, nə nəticə çıxarsın? Səbəb nə göstəriblər ki, məktəb yansın fəaliyyəti? Məktəbə yağış yağanda sud olub. Hə, sud olub. Kanalizasiyadan sud partlayıb gəlib dolub. Təbii fəlakətdir, bu bir başa düşdü. Məktəbin aqibətinə baxın. Nasosunda bir məktəb tikilib, adam baxır ağzı əyilir. 50-lər üçün o vaxt Heydər Əliyev gəlmiş, 50 nəfərə ev verdi burada. Məktəbin içində aqibətinə baxın, görün nə gündədir. Baş şəhid ailəsi də var, veteran da var, qazilər də var, valideynlər də. Mənim uşağım 3 ay getdi nasosluya məktəbə. 3 dəfə də avar yolu məktəbdə, maşın. Getmişəm, İlhamə xanımın da qəbulunda olmuşam, aparıb şəkili də göstərmişəm. Deməli, burada oxuyan şagirdlər gedirlər nasoslu məktəbinə. Spesial maşın göndəriblər avtobus. Piyanistkadır, dəllidir, bilməm. 3 dəfə avar yolu. Oğlum, nəvəm deyir ki, maşın getdiyi yerdə, avtobus getdiyi yerdə təkər çıxdı. Mən də əziyyətlə uşaq böyüdüm, düz deyir, vətən üçün gedənə deyir, canımız qurban vətən. Hə? Yoxsa sən göndər bu boyda, nədir burada? 2000, 3000 pul getməyəcək. Məktəbin şagirdi Günay Vəlizadə, 6-cı sinifdə oxuyuram. Bir də burada neçə dəfə uşaqlar maşınla gedib gəlmişik, neçə dəfə uşaqlar avariya eləmişik. O biri maşındakı uşaqları bizim maşına yığıblar, neçə dəfə uşaqların ürəyi gedib. Həm də dərslərə neçə dəfə gecikmişik və dərslərdən geri qaldığımız günlər olub. Yağışlarda çoxlu uşaqlar gəlməyib. Dərsdən nə qədər geri qalıblar, o öz məktəbimizi istəyirik. Bu məktəbin açılmasını istəyirsiniz, problem yoxdur. Yollar da çox uzaqdır. Ver zəhmət olmasa. Qarabağ 50-dir, bir ikinci qrup 50-dir. Biz də narazılıq edirik ki, bizim məktəbimiz açılsın, uşaqlarımız burada yaxında olsun, çox uzağa gedə bilmirlər. O yanda itlər var, cumurlar uşaqların üstünə, yolda təhlükəlilər var, maşın zat keçə bilmirlər. Ona görə də istəyirik ki, öz məktəbimiz açılsın. Biz o məktəbi istəmirik, öz məktəbimizi xahiş edirik ki, açsınlar. Xoş gəlibsiniz. Bizim də şikayətimiz budur ki, mart ayından o hadisə baş veribdir. Mart ayından da bura hələ bir xəbər yoxdur. Elə deyirlər, bu gün remont olar, sabah olar. Gəldilər, qəşəng analiz götürdülər. Fundamenti çox gözəldir. Bir dənə yüngülvari remont olasıdır, ona da gəlmirlər. Mən baxıram, burada ciddi bir problem görmürəm. Bəli, ciddi problem yoxdur. Bütün inanırsınız, gedin baxın fundamentə, ürəyin istəyən fundamenti var. Yəni dəyərlidir. Uşaqlarımız qalıb küçələrdə. Neçə dəfə maşın az qalıb var yola, təkər altından çıxıbdı. Yəni istəmirik, düzdür. İndi istəyirik ki, öz məktəbimiz düzəlsin. Biz bundan sizdən xahiş edirik ki, bu remonta başlasınlar. Məktəbə nə qalıbdır? Məktəbə bir ay qalıb, hələ heç nə yox. Yəni mən belə başa düşürəm ki, bu sentyabr ayına hazır olmayacaq. Biz də hamımız tələb edirik. Hər gün inan Allah siz görəsiniz, valideynlər hər gün gəlib burada şikayət edir ki, ay xanım, ay müəllimə, nə oldu? Bu məktəb hələ remont başlamır. Bunlar nə fikirləşir? Dəfələrlə Afət müəllim şikayət edib, şikayətimizə baxan yox. Deyir, nəzir verirlər, bütün məktəbimiz düzəlsin. Uşaqlarım bir qalıb yola. 3-4 dənə piyanskaydı, nəyə də vermişdilər. Bax sözümü də deyirəm, dalında duram. Bir dəfə təkəri gedib, bəli, sürücülər. Təkəri çıxıb uşaqlar içində olur. Bir dəfə avariya oldu, bir dəfə nə bilim nə oldu. Mənim uşağım saat 7-dən 8-ə evin içində məktəb olurlar. O vaxtı Heydər Əliyev tikib buranı, tikdirib. Heç olmasa o kişiyə hörmət qoyur. Qarabağ əlilər üçün. Belə əziz dostlar, deməli bizim bu günləri bura gəlməyimizdə səbəb ondan ibarətdir ki, Aybəniz xanım dəvət edib ki, 2 ay ərzində bu məktəb əsaslı təmir olunmasa, o problem aradan qalxmasa, biz sentyabr ayından övladlarımızı nasosluya göndərməyəcək. Haqlı tələbdir, məktəbə heç də olmuyor. Məktəb heç bir qəzalı vəziyyətdə deyil, sadəcə olaraq birinci mərtəbəsinə su yığılır, orada müəyyən çürümə halları baş verib, o məsələni də həll eləmək 10 günlük, 15 günlük məsələdir. Xızı Regional Təhsil İdarəsi, Azərbaycan Respublikasının Təhsil Naziri hörmətli Emin Əmrullayev, maşallah son vaxtda gözəl müsahibələr verirsiniz. Qubadlıya gedib məktəb tikir, Qubadlıda məktəb tikəcək, Emin Əmrullayev. Evin içindəki qalıb burada, Qubadlı tikir, Qubadlı da bizimdir. Evin içindəkinə bax da, gələn deyə bilər, bura şəhid ailələrinin evinin məktəbidir. Bura elə olmalı ki, adla deyilməlidir. İndi biz bu məsələni
izi ilə gedəcək. Nə vaxt çağırırsınız, gəlib burada çəkiliş edəcək. Amma bir daha burada müraciət edirik ki, dərhal məsələ öz əlini tapılsın, diqqətdə qalsın, vətəndaşların narazılığı öz əlini tapsın. Əgər gəlib işi də görsələr, qutarsalar da sizə də zəng eləyəcək, minnətdarlıq eləyəcək ki, gəlin işi gördülər, qutardılar. Çox sağ olun. Çox sağ olun. Sağ olun.